outsiderlərin mübarizəsi də böyük maraqla gözlənilirdi. Söhbət Şamaxı Kəpəz maçından gedir. Çox dramatik, maraqlı qarşılaşma. Qarşılıqlı qolların olduğu görüş. Qırmızı vərəqə, amma bu qırmızı vərəqə belə Şamaxıya mane olmadı qalib gəlməyə. Msanga və Konate'nin qolları, Paçunun təsəlli qolu və Michael Tikke'nin qırmızı vərəqə alması, ikinci sarı vərəqədən sonra qırmızı vərəqə alması oyunda ən yadda qalan vəziyyətlərdən idi. Bağırov mətbuat konferansında bildirir ki, yaxşı oynadıq, yaxşı çıxış elədik, amma buraxdığımız səhvləri də təbii ki görürük. Eyni zamanda məyus olmağa vaxtımız da yoxdur. Yəni qarşıdakı oyunlara köklənməliyik. Düşünürəm ki, yaxşı nəticə çıxaracaq. Bu dəqiqə indiki elə durumudur ki, ay İsmail, hansı komanda istəyir yuxarı yerlərdə oynayanlar, hansı ki Avrokuboklar oynayırlar, çempionluq oynayırlar və yaxud da hansı ki zavıjıvaniya deyirlər rus dilində, hansı ki həyatda qalmaqdan ötürü oynayırlar bu komandaların ikisi də, yəni elə bir fərq etmir, nə mənada fərq etmir. Oyunu oynadı, qutardı, bitdi və məyus uduzan komanda məyus olsun, 2-3 gün nə bilim dilxor olsunlar, özünə gələ bilməsinlər. Yəni ona uzun vaxt qalmır. Çünki maksimum sona 5 tur deyəsən, 5 tur qalıb artıq. Və burada nəyəsə fikirləşmək və yaxud da kimsə yerini qarantiliyim, fikirləşim ki, məsələn də Kəpəz komandası çalışır. Yaxın 2 tur ərzində bəzi suallara aydınlıq gələcək. Nə var, nə yox. Yəni sənin sözünə qüvvət, onu demək istəyirəm ki, yəni vaxt baxımından vaxt yoxdur. Oturub düzdür. Oyundan sonra hansı ki səhvlər, oyunda buraxdığım qollar, analitiklər hamısı oturub onlar izah edirlər, baxırlar videolarına və oyunda baş verən o xətalar, hansı ki xırda o texniki səhvlərdən okey, yəni futbol onsuz da səhvsiz mümkün deyil. Səhvlər çalışıb minimuma yendirmək istəyirlər və o şeyləri də aşılamaqdan ötürü futbolçularına məşqçilər yəni oyundan sonra video analiz edirlər. Oturub yəni toplantı vaxtı otururlar, qoyurlar monitorda filan kəs sən bu epizodda belə elədin, bu epizodda sən belə eləmədin. Yəni taktiki baxımdan buraxılan o səhvləri hər bir futbolçuna yəni aşılayırlar. O demək deyil ki, oyun bitdi, hepsi oyunu yaddan çıxartdıq, növbəti oyuna hazırlaşdıq, hər şey ondan da bitdi. Ondan sonra da proseslər var. Hansı ki marafon səhvləri uzundur və bu həmin o marafonun finiş xəttinə yaxınlaşdıqca həm problemlər ortaya çıxır. Problemləri də deməlisən ki, o birisi növbəti oyunda həmin o oyuna buraxdığın o futbolçu istəyir cavan olsun, istəyir təcrübəli olsun. O artıq bilməlidir ki, həmən bir oyunda, 2 oyunda dalbadal bu səhvi edirəmsə və bundan gəlir qapımızda qol görürsə, onun məşqçilər, analitiklər analiz edib ortaya çıxardıb onu aşılayıb futbolçulara başa salmasalar, elə futbolçu elə biləcək ki, elə mənim burada səhvim yox edir. Mən hər dəfə eyni şey eləyir ya da eləsi olsa, davam eləsi olsa, komandanın yəni qapısında qol görəcəksin. Oyun baxımından da belə baxanda Şamaxı komandası, iki komandanın ikisi də başla vurur. Başla. Bax, o başla vurulan qolu Rüfət ümumiyyətlə Neftçi Akademiyasının yetirməsi də, yəni bu uşaq, bu gənc artıra gedir, maşallah olsun. Nəyə görə? Səncə nəyə görə? Şans verilir. Ayxan Abbasov güvənir. Rege Kampf onu oynatmışdı Şamaxıya qarşı, məhz Şamaxı şəhər stadionunda indiyə kimi yadımdadır. Neftçi 1-0 hesabı ilə qalib gəlmişdi. Neftçidə zəif uşaq yoxdur akademiyasında. Xarakterində biraz çatışmazlıq var ki, yəni o da normal bir şeydir. Yəni hər bir cür xarakteri var. Tez depressiyaya düşür, tez məyus olur, amma bax stabil olanda, necə ki ardıcıl 2 oyunda məhsullar ötürmə müəllif olur Rüfət. Cinah ötürmələrinə fikir verirsən, necə çotq, necə dəqiq ünvana, o türklər demişkən adresə təslim göndərilir konkret. Necə ki mesaj göndərirsən, hara ki yazırsan, topu elə ötürdü ki, sadəcə bir dənə baş qoymaq lazım idi. Başını qoydu, birinci qolda yəni başla vurdular. Amma ondan sonra yenə də ötürmələrlə yadda qalır. Ümumiyyətcə, bütün hücumlarda soldan çalışır, qoşulsun. Yəni doğrudan da Neftçi komandası ümumiyyətcə, dədə-baba vaxtından, elə biz də uşaq vaxtından, yəni Neftçiyə ancaq qaymaq futbolçular var. Amma onların hamısı da şans qazanmır axı, qardaş. Neftçi əsas komanda, Premier Liga komandası əvəz edicidən 5 nəfər, 8 nəfər götürə bilmir. 19-dan gedib Neftçinin əvəz edici komandasının 25 futbolçudan 25-i də gedib əvəz edicidə oynaya bilmir. Və bu uşaqlar hansılar ki, pişirlər aşağıdan, alt yapıdan. Bu uşaqlar oynamaqdan ötürü düzgün qərar verməlidirlər.
Nə mənada düzgün qərar? Hı -hı. Mən məsələn Neftçidəyəmsə, gedim rayon komandasına. Gedəcəm orada məsələn də tutaq ki, pul var, yoxdur. Ay nə bilim forma vermirlər, ekipirovka vermirlər və yaxud da nə bilim nə eləmirlər. Mən gedəcəm rayon yerində qala bilmirəm. Darıxacam, nə bilim nə eləyəcəm. O momentlərdə keçid vaxtında hansı ki sən gənc yaşından professional komandaya, professional futbolçu həyatına addım atırsansa, o momentlərdə gərək futbolçular düzgün qərar versinlər. Əvvəlki məşqçilər də hamısı deyirdilər ki, qardaş, ən yaxşısı sən gedib kənddə kral olmağın yaxşıdır rayon yerində. Çem Bakının içində hardasa valet olasan. Elə o kart baxımından da bu karalyom çem məsələn valeta. Ona görə bax həmin o Rüfət özü indi elə qərar Eyni fikirlər İsmail Zülfüqarlıya da aiddir. İsmail Zülfüqarlı Turan Tovuzda normalda aparıcı futbol oynayır. Məşqçi inanır qardaş, buraxır, verdiyi o şansdan da gərək futbolçuların hamısı bərk yapışsın. Necə ki koalanın balası anasından ağaca dırmaşanda belə az qala dişinlə də yapışır, belə ayaqlı 50 belənsinə belə yapışır belə. Bax həmin o şansdan da elə yapışmalısan. Çünki o şans sənə verilir. O deyirlər xoşbəxtlik quşu gəlir, qonur çiynivə. Sən buradan sən o qovursan o. Bu hər dəfə gəlib başıma qonası deyil. Ona görə də deməyim nədir? Mən də hal-hazırda məşqçiyəm də, gənclərlə işləyirəm. Hərənin özünün uşaqların öz başqa psixologiyası var. Hər uşağa da sən fərdi qaydada yanaşmalısan. Və indi Ruslan bax sözünə qüvvət. Şamaxı bu heyətlə, bu cür yerli gənc futbolçularla belə nəticələr göstərirsə, düzdür, 7-ci nəticəni uğur saymaq olmaz, amma belə əjdahaların arasında, belə büdcəli komandaların arasında, belə yerli oyunçularla və ələxüsus da Ayxan müəllimin işi ortadadır təbii ki. Ayxan Abbasovun gördüyü işlər yaxşı bir məsələyə toxundu. Rəhbərliyinə də sağ ol demək lazımdır. Bax, nəyə demək istəyirəm? Hansı ki, baş məşqçiyə həvalə etimad edir. O da yerli uşaqlara güvənir. Azərbaycan uşaqları yığ. Nə demək istəyirəm? Bax, bu uşaqlar bu şəraitdə çox gözəl oynayırlar, yaxşı nəticə verirlər. Özlərindən söz açdırırlar, danışdırırlar, mediada tərifləyir öz yerində. Ayxan müəllim deyir ki, çox yaxşı komandamız var. Avrokubok iddiamızı davam etdiririk, cüzi də olsa şanslar var. Amma sponsor olsa göründü biz necə olarıq da. Yəni sponsor olsa Avrokuboklarda necə oynayarıq, çıxış eləyərik. Bax, həmin o sponsorun gəlməsi də o gənc uşaqlara, Rüfət kimi digər yeniyetmə və gənc uşaqlara da yaxşı bir motivasiya olacaq. Biləcəklər ki, məsələn, qələbədən sonra bu qədər mükafatlar olacaq. Onsuz da zaten futbolu belə pistə çıxmasın, nəyə görə oynayırsan? Pula görə, oynayırsan da. İlk növbədə azarkeşə görə, amma sən də təbii ki, qazanc əldə eləmək istəyirsən də normal şəkildə. Onu da oynayırsansa, məvacib də alırsansa, qardaş, onun qarşılığını verməlisən. Sən tamaşaçılar qarşısında, klub qarşısında, sən elə belə qara qaşıba gözlə sənə maaş verilmir. Veriləcək, həmin o futbol oynamayacaqsınsa, səndən sağollaşacaq, çıxıb gedəcəksən, gedib işləyəcəksən, bravo da axranı. Başa düşdün? Hansı ki, uşaqlar var indi, gənc futbolçular. Məşqə gəlir, məşqdən çıxır, gedir. Deyir ki, ay müəllim, mən başqa yerdə hardasa işləyirəm, işə tələsirəm, gedirəm işə. Yəni, futbolçu yəni gedib hardasa işləməli deyil. Futbolçu, işi futboldur. Profesional futbolçudur. Baxırsan, görürsən ki, oradan da qabında var. Potensialli oyuncudur, talantlı futbolçudur. Amma hansı ki, gənc yaşlarında elə klublar var ki, məsələn, orada məvacib almır. Yazıq gedir təzədən məşqdən qutarandan sonra yer hardasa başqa əlavə iş görür. Və yaxud da o gün mən Ayxan müəllimlə də danışırdım telefonla. Ayxan müəllim deyir ki, biz məsələn gedirik xarici o U21 yığması ilə kimdən oynadılar? 2 dənə oyun, birini utdular, birini neçəsə elədilər. Belarus millisi idi. Yəni söhbət edəndə telefonla özü də deyir ki, deyir Ruslan, sən fərdi məşqlər keçirsən, əladır, mən də baxıram deyir, görürəm də, yəni nətər canla yanaşırsan, yanaşmanı uşaqlara başa salmaq, hansı ki, oyunun içində fərdi məşq hamı keçirir bu dəqiqə. O fərdi dolu deyə, sosial şəbəkələrə baxsan doludur. Flankəslə nə keçəcək verirsən. Mən də nə isə demirəm, super dərəcədə bilirəm hər şeyi. Zaten onsuz da sosial şəbəkə var. Hansısa bir taktiki baxımdan və yaxud da hansısa bir dribling örgədəsən uşağa və yaxud da top aparmaq, YouTube-da bu dəqiqə yazarsan, Vladimir Miçon dribling, nəsə də məsələn. Oradan sonra 1000 dənə video çıxardacaq. Proqram çıxır. Söhbət ondan gedir ki, sən o həmin o... Onu necə satdıracaqsan futbolçu uşağa? Uşağın beynində necə yeridəcəksən? Və yaxud da o sən meydançanın içində o topu belə aparmağı örgətdin. Sənə gəlib sual verəcək ki, ay müəllim, mən
Tutaq ki, bu epizodda mənə top gəlir, düşür. Mən təzyiq altında özümü itirirəm və bu pozisiyalarda mən topu itirirəm. Bu momentdə mən necə çıxış yolu tapmalıyam? Sağ zaşitnik oynayıram sizin kimi. Oyunda belə vəziyyətlərdə mən məsələn çətinlik çəkirəm. Orada mən neynəmirəm? Amma mən məsələn bilirəm ki, mən də ömür boyu 22 sağ müdafiəçi oynamışam da Premyer Liqada. Mən onu bilirəm ki, o situasiyanın içində bu düzgün qərarı hansıdır, nədir, nə vermən. Asandan çətinə getməlisən də sən. Onu aşılayıb başa salırsansa və uşaq da doğrudan da məşqdə baxırsan ki, başa saldığın şeyi bir dəfədən yox, 2, 3, 5-ci dəfə Ən azı eləyir də. Ən azı cəhd eləyir onu. Ay sağ ol. Özü də görür ki, ha müəllim düz deyirdi. Mən burada belə eləyirdim. Akazvacı bu momentdə məsələn bunu verir eləməliyəm. İndi sənin sözünə qüvvət. Ayxan müəllim deyir ki, biz məsələn şey olan kimi xarici futbolçular hansılar ki, məsələn ölkələrində oynayanlar məsələn 500 evro, 1000 evro tutaq ki, maaş alır. 19 ya 21 millisində oynayan. Soruşursan ki, sən pulu hara xərcləyirsən deyir, hara verirsən. Deyir mənim deyir şəxsi fərdi deyir məşqçim var. 20-21 yaşında futbolçuların xaricilərin. Fərdi məşqçim var, hansı ki Hakan Çalğanoğlu, o bir dənə Alman var, Türk, Almaniyada yaşayan Məsud, Koç Məsud. Şey dönəmində o oyunlar olmayan dönəmdə məsələn baxıram Hakan Çalğanoğlu onun yanında məşq eləyir. Konkret deyil, YouTube'da da var, TikTok'da da var. Konkret Çalğanoğlu onunla məşq eləyir. Yəni deməyim nədir? Xaricilərdə bu fərdi məşqçi, şəxsi özünün məşqçisi var. Şəxsi özünün psixoloqları var. Nə bilim şəxsi dietoloqlar. İndi bizdə Azərbaycanda necə sən pulu verəsən, uşaq yazıq getsin fərdi məşqə. Gəldi mənə yanıma mənə pulu verdi. Ayda mən məşq keçdim ona. Ya bu yazıq butsunu hardan alsın? Qabaq komandalarda məsələn polnu ekipirovka verəndə sumkada onun içində dəsmalından tutmuş, dəmir butsundan diş pastasına qədər. Az qala diş pastasına kimi, şotkasına kimi hər şey yəni verilirdi. İndi yəni vəziyyət elədir ki, bəzi klublar var verir, olur yəni ekipirovka. Amma butsu məsələn heç kim vermir. Mən özümdə məsələn Karvanda oynayanda 2004-cü ildə mən Karvana keçəndə o vaxt ki, hansı ki çempionluğu oynayırdıq da. Tərlan Əhmədov, Dmitri Kramarenko, Elxan Həsənov, Yuri Muzika, Muzikaza sonradan gəldi, Fərrux, Yakuba Bamba, Zaur Ramazan. Onlar 2005 sezonunda gəldilər. Sonra gəldilər. 2004-də Mahir Şurov da var idi. Mahir sonra idi, sonradan gəldi. Yəni o dönəmdə mənə verilən təsəvvürlə ekipirovka var, orijinal italyanski Diadora. Qalır hələ də. Quran haqqı butsu veriblər 2004-cü ildə, yəni indi 2021-də həmin Diadora orijinal italyanski 21 ildə mən daha evdədir məsələn qalıb. Kimsə indi 100% yazar ki, hoca onun qazanam göndərdən mən göndərə bilərsən. Yəni yazıb eləməyim mən, heç kimə də verməyəcəm. Forma da var. Verməyəcəm. Mən verməyəcəm. Yəni söhbət ondan gedir ki, fərdi tək bu uşaq harda məşq edir? Tək meydançanın ortasında 1 saat yarımlıq məşqlə uşaq futbolçusu artıra bilməz. Və fərdi qaydada demirəm məşqçilərlə fərdi getsinlər, işləsinlər. Özü də açmalıdır. Yəni nəyə gətirirəm? Yadımdan da çıxdı, nəyə danışırdım, mən şundan getdim. Uşaqların hazırlığından, yəni fərdi hazırlıq, rüfət, İsmail,